Həm zal otağından dəniz görsənir, həm də yataq otağından. Düşünürəm ki, romantik izləyicilərim üçün bu çox gözəl bir təklifdir. Düşünsəniz, hər yerdən dənizə baxırsan. Birbaşa terapiyadır bu mənzil. Terapiya demişkən, dəyərli izləyicilərim, sizə Ağşəhər ərazisində yeni binada 16-cı mərtəbədə 128 kvadrat sahəsi olan lüks təmirli mənzil təqdim edirəm. Niyə görə lüks dedim? İndi biraz lüks sözünü filan da adiləşdiriblər. Ancaq burada bir faktlar, detallar var. İtalyan rozetkaları, santexnik qroxdur. Bütün gördüyünüz hamısı boyalar İtalyandır. Kadrdan da gördüyünüz kimi şık bir mənzil. Harada mən varamsa, orada sizə şık bir mənzili mütləq təqdim edəcəm. Dəyərli izləyicilər, keçək indi bir-bir həmişə kimi səliqə ilə otaqları sizə təqdim edeyim. Buranı kəsirik, buradan başlayırıq. Qapıdan ötürsən, buradan başlayırıq. Amma buradan, güzgü hissəsi. Buradan kadra davam edirik. Səliqəli mənzilin giriş hissəsi, hol. Burada paltar dolabı, dəhlizin genişliyi, burada hamam otağıdır. Yataq otağı. Gözümü açar-açmaz sizə o dənizi görsədim ki, görəsiz birbaşa pərdəni açırsınız yuxudan duran kimi, bir dənə yaxınlaşdırır kadrı, operatoru və dənizi görürsünüz. Tam maniyəsiz birbaşa görsənən dəniz sizin yataq otağınızdan. Əziz izləyicilər, içərisində bunun hamam otağı da var. İçərisində qardıroblu şkaf otaqları da var. Mətbəx hissəsinə keçid edək. Zövqlü, müasir mətbəx, ona uyğun olaraq elektronikalar hamısı varıdır. Yerə vurulan kroma qranit, istehsal filan bunlar ehtiyac görmürəm deməyə. Bu mənzildə hər şey lüksun üzərindədir, bina da lüksun üzərindədir. Növbəti balkondan binanın həyətinə baxılır. Dəyərli izləyicilər, bax bu hissə hər cür şərait var bu binada. Qiyməti qeyd edirəm, kvadratda bildiniz, əlaqə nömrəmizə zəng edin baxmaq üçün. Gəlin baxın. Sağ olun. Sağ olun.